Fotoğrafda görsen qarpızlayırdı da elə. Neyse. Şeylədik. Vurdu qapıya. Qaçdım Kamranın üstünə. Elə bir məsafə bildiyim Alik. Deyib, sən də mənim məsafəm qədərdir. Belə topu belə yerdən belə tutmaq istəyəndə qucağına qarpızdadı. Aha. Əlindən buraxdı. Mən də sürətdə gəlirəm üstünə. Qarpızdadı. Eləsə üstünə belə gəldim, əlindən belə buraxdım, mənim qardıma dəydi top. İkimizin arasında elə bir qardımızla belə paslaşdı. Belə mənim belə tutdu, topu belə tutandan sonra. Əlinlə də mən belə itələdi ki, qol vurmaq istəyirdim, mənim evladı. 10.000 nəfər ilə bir balleşiklər o həmin ajatajı gördülər ki, Kamran mən tutuyən qolla belə, o da avtomatik düşünürlər ki, bunlar dava edir. Şey eləyəndə qızışdırandı. Nəysə, təəssüfləndim ki, moment düşdü də vurardım, gərək vura bilmədim. Nəsə gəldim öz qırayıma. Top avuta çıxır, nəsə avutu başlayıram. Bir də görürüm kimsə oradan elə bir tribunadan, qıraqdan kimsə çağırır. Ay Ruslan, Ruslan! Sənlə döyülən bura bax. Giriş normaldır ya. Çağırışdan baxıram ki, bu məni tanıyan adamdır. Ay Ruslan, sənlə döyülən bura bax. Kim deyə bilər yəni buna? Nədir? Ruslan, qaqaş, belə çağırsa deyirəm başqa kimdirsə də. Ay Ruslan, ay Əmircanov, bura baxsa, bura bax, mən də baxmıram da. Balışda səfərdə oynayırsan, fanatlar dedi, ağzına gələn nəsə deyə bilər, ya nəsə qızışdıra bilər, provokasiya edə bilər. Görürəm, çağırır. Dedim, bəlkə kimsə tanışlardan da dost qohum zatdı. Bir əl eləmək istəyir, mən də elə bir meydançadan bir əl eləyim, sevinsin, doyur. Neysə, top əlimdə belə avutun qırağında belə dayandım. Bir də gördüm ki, deli başımı qaldırdım, görüm haradan gəlirsiniz. Baxdım, gördüm, arıq-marıq belə bir dənə belə kişidir. Ağzında 3 dənə tiki var. 32-dən 3-ü qalıb ağzında, bildin necə? Ancaq qabaq dişləri, babayaqa. Neysə, belə baxan kimi belədir, bax. Buna belə baxan kimi, mənə sağ belə baxan kimi qayıt belədir, bax. Nə də, Kamranı qol vurmaq istəyirdi, nə?